Əziz qardaşlar, bir məsələni qeyd edeyim. Ola bilsin, Allah təbaraka və teala faydalı etsin. Necə salihlər buyurub ki, yəni bizdən qabaqçılar deyirdilər ki, kulləmə da'atkə nəfsək ilə ma'siyə, nəfsin səni hər dəfə asiliyə sövq etmək istəyəndə, yəni nəfsin səni çağırır ki, bu asiliyi elə, Allah təbaraka və tealənin bu ayəsini xatırla. Allah subhanahu və teala buyurur, qul əzəlikə xayrun əm cənnətul xuldilləti vu'idəl muttəqun. De ki, bu xeyirlidir, yoxsa müttəqilərə vəd olunan cənnət. Bu xeyirlidir, onlar üçün de ki, onlar üçün bu xeyirlidir, yoxsa müttəqilərə vəd olunan cənnət. Bu ayənin sirrini başa düşə bilsən, yəni nəfsin səni asiliyə sövq etmək istəsə, bu ayənin sirrini xatırla. Allah təbaraka və teala bu ayədə buyurur ki, de ki onlara, sizin üçün bu xeyirlidir. Yəni Allaha asi olmaq, müxalif olmaq, nəfsi istəyinizə tabi olmaq, yoxsa müttəqilərə vəd olunan cənnət. Əlbəttə ki, insan üçün müttəqilərə vəd olunan cənnət daha xeyirlidir. Və Allah təbaraka və teala istəyirəm ki, bizi öz kəlamını oxuyub, başa düşüb və ibrət alanlardan etsin. Həqiqətən Allah Teala buna qadirdir. İxlasla.com saytı tərəfindən təqdim olundu.